Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, bildiyiniz kimi bu qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında bizim tərəfimizdən irəli sürülmüşdü və bu təşəbbüsü dəstəklədiyinizə görə və hər tərəfli bu istiqamətdə öz səylərinizi əsirgəmədiyinizə görə hörmətli xanım sədr sizə xüsusi minnətdarlığımı bildirirəm. Eyni zamanda bizim Aqrar Komitə, İqtisadiyyat və Sahibkarlıq Komitəsi, Sosial Müdafiə, Əmək və Əhalinin Sosial Müdafiəsi Komitəsinin rəhbərlərinə və üzvlərinə təşəkkürümü bildirirəm. Çünki bu çox önəmli bir Azərbaycan cəmiyyəti üçün təkcə qanun qəbul edilmə anlamına gəlmir, həm də önəmli bir mesaj verilməsi xarakteri daşıyır. Birinci növbədə bu qanun layihəsində ikinci oxunuşun tələbinə görə qeyd etmək istəyirəm ki, əvvəl bu müddət, qanunun qüvvəyə minmə müddəti fevral ayının 1-də nəzərdə tutulmuşdu. Bizim müvafiq komitələrin də səyləri, müxtəlif araşdırmaların nəticəsində bu müddəti biz aprel ayının 1-nə nəzərdə tutduq. Bu, müəyyən dərəcədə sahibkarların vəziyyətini nəzərə almaq üçün. Təbii ki, bu qanunun qəbul olunmasından narazı qalan insanlar olacaq, xüsusilə də bu sahə ilə məşğul olan və bunun müəyyən biznesini həyata keçirən şəxslərin müəyyən dərəcədə problem yaşayacağı ortadadır. Amma bu qanun həm də bizə bir mesaj verir ki, ümumiyyətlə, insan sağlamlığı üçün zərərli olan sahələrdə biznes quran insanlar həmişə bu riskləri gözə almalıdırlar. Burada həm də mənəvi riskdən söhbət gedir. İstər siqaret, istər qumar, narkotik, spirtli işçi, enerji işçiləri. Bu sahələr ola bilsin ki, qısa müddətə böyük gəlir gətirir. Amma başqa insanların bədbəxtçılığı üzərində qurulan bir həm də mexanizmə xidmət elədiyinə görə insanlar ən azı mənəvi tərəfdən bu sahə ilə məşğul olanda mütləq bu istiqaməti yadda saxlamalıdırlar. Və düşünürəm ki, bu məsələlərdə birinci növbədə xüsusi statistika aparmağa ehtiyac yoxdur. Sadəcə Azərbaycan cəmiyyətində orta məktəbdən tutmuş ali məktəbə qədər ölkədə olan ictimai iaşə müəssisələrində demək, azacıq müşahidə aparan insanlar görəcəklər ki, bu təkcə yalnız oğlanların ya kişi cinsinə məxsus olan insanlar üçün böyük bir təhlükə yaratmır. Artıq qız övladları üçün də böyük bir narahatçılıq yaradan bir səviyyədə yayğınlaşıbdır. O baxımdan da bu qanunun qəbul olunması Azərbaycan cəmiyyətində tendensiyanın qarşısının alınmasına kifayət qədər ciddi şəkildə xidmət edəcəkdir. Və bu baxımdan mən bütün komitə sədrlərinə, komitə üzvlərinə və Milli Məclisin bu məsələni dəstəkləyən bütün üzvlərinə öz təşəkkürümü bildirirəm və hesab edirəm ki, biz bu istiqamətdə həm də dövlətin siyasətində diqqət eləyirsinizsə, aksizdən xeyli dövlət öz gəlirindən belə imtina eləyir. Çünki vətəndaşın sağlamlığı bəzən gəlirdən öncə gəlir. Çünki bir vətəndaşın həyatı qazanılan mənfəətdən, əldə olunan gəlirdən daha qiymətli olduğunu məhz bu qanunun tətbiqi bilavasitə göstərməkdədir. Çünki aksiz gəlirləri və vergi gəlirlərindən imtina bu qanunun əsas mahiyyətini təşkil edən istiqamətlərdən biridir. Bir daha mən bu işdə dəstək verən bütün parlament üzvlərinə öz təşəkkürümü bildirirəm. Sağ olun.